Ayım müəllim, sizi xoş gördük. Xoş gördük Zahir müəllim. Salamlayıram sizi. Məsələn, layihəsi xoş gəlmisiniz. Çox sağ olun, təşəkkür edirəm. Ayım müəllim, müəyyən Kəlbəcərlər sizi tanıyırlar. İstəyirəm sizi tanımasını, lap ümumi tanımaları üçün özünüzü təqdim edəsiniz bizim tamaşaçılara. Mən Ələsgər Öbəyev Yelmaroğlu, 01-12-ci ay 1973-cü ildə Kəlbəcər rayonunun Yanşaq kəndində anadan olmuşam. Atam Kəlbəcər rayon Baytarlıq idarəsində işləyib, anam evdar qadın olub, ailədə 7 uşaq olmuşuq. Ayım müəllim, Kəlbəcərin Özünü Müdafiə Batalyonunun ilk əsgərlərindən olmuşsunuz. İstəyirəm bu haqda tamaşaçılarımıza biraz məlumat verəsiniz. Deməli, 1990-cı ildə orta məktəbi, Yanşaq kənd tam orta məktəbi bitirmişəm. Universitetdən kəsilib, kollec, indiki vaxtı texniki peşə məktəbinə qəbul olmuşam. 91-ci ildə dekabr ayının 1-də 18 yaşım tamam olub. 91-ci ildə Rusiya, Sovet hökuməti dağıldıqdan sonra Azərbaycan öz müstəqilliyini qazanmışdı. Həmin vaxt Azərbaycan öz müstəqilliyini qazanan vaxtı 91-ci ilin noyabr-oktyabr aylarında özünün müdafiə batalyonları yaradıldı. Həmin müdafiə batalyonlarından biri də Kəlbəcər rayonunda yaradıldı. Asif müəllim, Allah rəhmət eləsin, batalyon komandiri idi. Mən birinci rotada olmuşam, batalyonun birinci rotasında Ziyafət Tağıyev idi, Allah rəhmət eləsin. Xidmətim oradan başlamışam. İlk milli ordunun yaranmasından xidmətimi orada davam elətdirmişəm. 91-ci ilin dekabrın ayının 12-sindən hərbi xidmətdən 96-cı ilin iyul ayının 27-sinə kimi hərbi xidmətdə olmuşam. Ayım müəllim, bildiyimizə görə Qrad raket qurğusunu işlətmişsiniz də, belə deyək. Qradın ekipaj üzvlərindən biri olmuşsunuz. Bəli, Zarman deməli biz batalyonda ilk dəfə mən olmuşam kəşfiyyat bölüyündə. Birinci rotanın kəşfiyyat bölüyündə olmuşam. Kəşfiyyat bölüyündə bizim bölük komandirimiz Vüqar Qurbanov idi, rəhmətlik Qəmbər müəllimin oğlu. Sonra aprel hadisələrində Ağdaban kəndini ermənilər işğal edən vaxtı bizim batalyona Samadelni Qrad gətirmişlər, 16 stvolu Zil-131-in üstünə yığılmışdı. Yəni, orada Qustar üsuluyla düzəldilmə. Qustar üsuluyla düzəldilmə Qrad yığılmışdı. Orada seçim oldu. Mən həvəsim olduğu üçün ayrıldım o seçimə və Ağdabanı ermənilər aprel ayının işğal eləyən zaman biz oradan Ağdabana keçə bilmədik. Bağırlı kəndin üstünə qalxdıq. Həmin vaxtı o Qraddan istifadə elədik. Qradın köməyi ilə erməniləri kətdən qaytardıq. Bir dənə. Oldu bir dənə bu saat. Sonra Ağdabanda olduq, sonra Ağdaban hadisələrindən sonra may ayının əvvəlləri 701 nömrəli hərbi hissə Kəlbəcərə gəldi. Ona qədər Kəlbəcərin öz müdafiəsini batalyon yaranmamışdan da qabaq polisçiləri, əhali ilə bir yerdə polisçiləri müdafiə eləyirdi hər tərəfdən. Həmin vaxtı əhalidən silahları da yığmışdılar. Ov tüfəklərini də yığmışdılar. Demək olar ki, Zahir müəllim, hərbi hissədə elə bir çox silah yox idi. Silah orta məktəblərdə olan Uchebni avtomatları səhv eləmirəmsə, Duman adlı bir şəxs vardı, Tokar idi. O Samadelni o Uchebni avtomatları düzəltmişdi. Ondan da 5-6 patron atırdı, isinirdi, ya əyilirdi, bax belə. Bizim ordu yarananda çox çətinliklərlə, çox əziyyətlərlə yaranmışdı. Çünki elə bir silahımız yox idi. Ayım müəllim, o ekipaj üzvlərindən adlarını sadala bilərsiniz, əsgər yoldaşlarınızı, komandirinizi? Çox. İlk dəfə o Qrad, o Qustar üsulundan hazırlanmış Qrad rayona gələndə
Orada bizim elə kətçimiz Mürsəlov Abil var idi. O idi Qıratda. Sonra Hacıyev Dadaş var idi Nədirxani kəndindən. Sonra Abbasov Hicran gəldi komandir kimi bizdə. Amma onlarla bir yerdə ilk olar. Əskər yoldaşlarım çoxdur. 40 neçə nəfər idi Kəlbəcər uşaqlarının. Bunların içimizdən şəhid olanlarımız da var. Allah cəmi şəhidlərimizə rəhmət eləsin. Allah qazilərimizə şəfa versin, veteranlarımıza ömür versin. Allah ailə baş komandanımızı qorusun. Əyyub müəllim, Ağdərə əməliyyatlarında dediniz ki, hansı briqada gəldi? Zaur Rzayev gəldi. Onun komandanlığı altında Ağdərə əməliyyatı başladı. O döyüşlərdən xahiş edirəm danışasınız. Deməli biz aprel ayından Ağdaban kəndində qaldıq. May ayının əvvəllərində 701 nömrəli hərbi hissə gəldi. Zaur Rzayev, Allah rəhmət eləsin, kombirik idi. Artilleriya rəisi Səlimov var idi. Ded deyirdik biz ona. Ded Səlimov deyirdik. Allah ona da qən-qən rəhmət eləsin. Gözəl komandirlər idi, vətənpərvər insanlar idi. May ayının əvvəllərində bir dəfə əməliyyat olundu. Deməli, Ağdavan istiqamətindən Ağdərə kəndinin bir 8 kənd götürüldü. Sonra elə oldu ki, proses bizim silahlar çatışmadı Rus ordusu tərəfindən. Biz bir dəfə qayıtdıq Ağdabanı. Sonra may ayının axırları, iyun ayının əvvəlləri 8 kəndi işğaldan azad elədik, Həsən Rizə qədər. O bir adam saxlasın. 80 su anbarının üstünə qədər orta kəndi idi, Çıldıran idi. Çıldıranı çox çətinliklərlə aldıq. Biz yerləşdik orada Çaparda yox, Çaparla Zərdəxaçın arasında Kərəmli kəndi var idi. Bizim Azərbaycanlılar yaşadığı kənd, biz oraya gedəndə kənd yox idi. Demək olar ki, təmiz silinmişdi. Tək-tək evlərin 1 metr hündürlüyündə daşlar qalmışdı. Biz orada yerləşdik. Həmin vaxt bizim briqada komandiri Zaur Rzayev idi. Sonra bildiyimə görə Laçın istiqamətində gəldiniz. Bəli, mən o Ağdərədə olan zaman Kərəmlidən Verin Ortaq kənd deyirdilər. O vaxt belə adı belə yadımda qalıb. Qozlu kəndinin Çıldıran kəndinin, Heyvalı kəndinin arasında bir təpədə bir kənd vardı. Oradan bizi pastanın nəsə vururdu. Biz çıxa bilmirdik. Sonra biz Zərdəxaçda bir 28 yaşında bir haqçıq tutduq evdən. Ki o keşf getməmişdi. O bizə istiqamət verdi ki, filan yerdə. Mən 40 stvollu qradın 28-ci stvolundan Zaur müəllim. Arxada kolsası var onun. Stakan fasondur. İğnənin ulduzu qədərində arxada deşir və qabaq lülənin qabaq hissəsində kresini onun polad, nazik məftildən kresi var. Keçirirdin ora stakan kimi. Oradan baxırdın, elə bilirdin ki, snayperlə atırsan. Mən həmin evi orada tankı vurdum, partlatdım. Sonra o Ağdərədə, Kərəmlidən, Heyvalı kəndindən, Qozlu kəndinin arasında bir kənd var idi. Səhv eləmirəmsə Verin Ortaq deyirdilər o vaxtlar. Mən o tam o kəndlərin adını dəqiq bilmirdim. Sentyabr ayında bizə komanda verdilər. Biz çıxdıq Laçına. Laçın istiqamətinə getdik. Laçın istiqamətində Qorçuda qaldıq, Əriklidə qaldıq bir gecə. Sonra Bülöylüdə yerləşdik. Bülöylüdə yerləşən zaman biz oradan Hoçaz dağını aldıq. Bizim ordu Hoçaz dağını götürdü. Mən artilleriyanın kəşfiyyatı kimi Hoçaz dağında getmişəm. Hoçaz dağından aşağı düşəndə Gorusdan Laçına gələn koridor 3 gün bağlı qalıb. Rəhmətli Zaur Rzayev özü orada komandanlıq edir. Əyyub müəllim, mən birinci səviyyədə işləyirəm. Bu 40 stvollu qradın 28-ci stvolundan deməli snayper kimi istifadə eləmiyorlar. Bəli. Özünün orada arxada kolsası var, stakan fasondur. Arxası üzü açıqdır, arxası bağlıdır. Bir dənə elə bil ki, necə deyim, iğnanın da deşiyindən belə deyək, yuvasından biraz artıq. Bir də qabağında polad məftildən kresi var belə. Onu da həmin stvolun qabaq hissəsinə qoyursun. Deməli, o kreslə, o
məsafəni, hansı hədəfi tutursansa o yayınmır. Həmin hədəfi vurur. 40 stol qıradı sizə nə vaxt verdilər? 40 stol. 40 hürləri 92-ci ilin may ayının axırları, iyun ayının əvvəlləri. yadınızda deyil nə qədər raket atmısınız? Yəni qıradının neçə dənə raket atmısınız? Təqribən yadınızda deyil ki. Çox. Mənim 93-cü il Kəlbəcərin işğal xəbəri mənim bildiyimə görə siz Laçındaydınız Kəlbəcər işğal olunan zamanı. Xahiş edirəm Çox düz. biraz gələk o mövzuya. Kəlbəcərin işğalı zamanı Ağdərədən hücuma keçdilər ermənilər, Göyçə tərəfdən hücuma keçdilər. Onda hardaydınız, hansı tərəfdəydiniz? Zar müəllim, həmin vaxtı biz Bölördən ki Pircahanda, Laçının Pircahan kəndindəydik. Bizim qərargah da orada yerləşmişdi. Onların üstündə mən orada hətta onu da qeyd edeyim ki, mən koordinatı Hoçaz dağına özüm kəşfiyyata gedəndə koordinatı götürmüşdüm. Gorustan Laçına gedən erməni kolonunu mən dağıtmışam. Həmin ərəfələrdə mart ayının əvvəlləri olub. Sonra bizə komanda verdilər. Bizim bir qrupumuz çıxdı Kəlbəcərə gəldi. Mən bir qrup raşotla öz komanda raşotumla Laçında qaldım. Mamedov Mahir, bizim İsmail, şəhidimiz İsmailin atası, o bizim arxamızca gəldi. Biz tuneldən çıxıb körpüyə çatan vaxtı Laçından gəlib. Yaralı da var idi, bizim Ural maşının üstündə yaralı da var idi. Ermənilər həmin tunelin ağzını vurdu. Biz gəldik Kəlbəcərə, Əli doktor, həmin yaralını gətirdik Kəlbəcər xəstəxanasına. Əli doktor gecə lampa ilə onu əməliyyat elədi. 31 günü bizə dedi, burada saxlaya bilmərəm, aparın vertolyotla yola salın. Apardıq həmin yaralını vertolyotla Yevlağa yola saldı. Sonra gəldik Qılıçlıda, gəldik ki Qılıçlıdadır. Artıq Kəlbəcər cəmaatı çıxır. Qabağa orada post qoyulubdur, post var. Əhalini yavaş-yavaş buraxırlar. Biz Qılıçlıda qaldıq. Ayın 1-i, 2-ci günü mən kəndimizə gəldim. Həmin vaxtı mənim böyük qardaşım Firdovsu da, o da polis işçisi idi, o da postdaydı. 3 günü mən yanşaqdan çıxmışam. Zar müəllim, onu təsəvvür eləmək, o hissləri mən heç kəs arzulamıram. Sən böyük başa çatdığın kəndini, rayonunu, əhalini, dədə-babanın tikdiyi yurdu, qəbirstanlığını qoyub çıxasan. Gör, bu necə acı hissdir. Mənim neçə il döyüşdə olmuş bir əskər kimi geri çəkilmək necə təsir edir sizə? Yəni komandanımız olmadı, yoxsa necə oldu? Geri çəkilmək əmrini necə aldı? Çox pis, çox. Həmin vaxtı Zarval bilirsiniz necə idi? Hərə özü üçün bir müdafiə batalyonu yaratmışdı. Komandanlıq, bircə komandanlıq yox idi, birgəlik yox idi. Belə parakəndə formada idi. Həmin vaxt 701 nömrəli hərbi hissənin komandiri Zaruzeyev yox idi orada. Kəlbəcər Laçını verir. Çox pis hisdir. Sən döyüşə, əziyyət çək, yuxusuz qal, torpaqlarını geri qaytar. Sonra erməniyə bir güllə atmadan komanda versinlər ki, sən ərazini tərk elə, postunu tərk elə. Gör, bu nə deməkdir? Bu bir əskər üçün, bir vətənpərvər oğlan üçün ölüm deməkdir. Kəlbəcər işğal olunandan sonra gəldiniz Gəncə torpağına. Polis orqanlarında işə düzəldiniz. Xahiş edirəm, bu haqda da bizə məlumat verəsiniz. Zar müəllim, mən onu qeyd edeyim ki, biz Kəlbəcər 93-cü ildə işğaldan sonra mən valideynlərimin harada yerləşdiyini öyrəndim. Öyrənəndən sonra Toğanalı kəndində, Zəli gölündə bizim 701 nömrəli hərbi hissənin artilliyası orada yerləşdi. Biz 93-cü ildə orada olduq, dekabr ayına kimi. Dekabr ayında 93-cü ilin dekabrın axırları Kəlbəcər əməliyyatı başladı.
93-ün axırı. Axırı 94-cü ilin əvvəlləri. Deməli, həmin vaxtı Daşkəsən istiqamətindən Kəlbəcərə keçən bizim artilleriya komandiri, Qrat komandiri Abbasov İcran, Bayramov Abbas, Heydərov Aqil. Onlar da artilleriyanın müəyyən toçkalarını kəşfiyyat kimi həmin döyüşdə getmişlər. Həmin vaxtı Yanşaq dağının başının üstündə Babaşlar, Suzluq tərəfdən Babaşların başının üstündə bizim əskər yoldaşımız Aqil Heydərov şəhid oldu. Biz onu 94-cü ilin yanvarında təkrar Kəlbəcəri alandan sonra bir ay sonra onun şəhidimizi tapdıq. İnandırım ki, Zahir müəllim, inanın, elə bilirdin yuxuya gedir həmin şəxs. Heç bir şey yox idi. Deyirdin təzəcə yuxuya gedir. Şəhidimizə bütün Allah şəhidlərimizə rəhmət eləsin. Həmin vaxtı bizim bir əskər yoldaşımız da Altay Qılıçlıdan idi, o şəhid oldu. Əmimoğlu Rövşən şəhid oldu, Ələsgərov Rövşən şəhid oldu. Çox ağrı acılı. Sonra biz də getdik döyüş yollarımızdan deyib Füzuliyə, biz buradan apardılar Füzuliyə. Haradiz istiqamətində. Haradizi düzdür, biz Haradizdə döyüşdə olmadıq. Biz Haradizin sağ qolunda, Füzuli istiqamətində, Haramı düzündə Füzuliyə yaxın gölə qədər bu Haram düzünün döyüşlərdə oldu. Sonra 94-ün may ayının əvvəlləri bizi qaytardılar Tərtərə. Biz Tərtərdə qaldıq. Tərtərdə xidmət elədik. 96-cı ilin iyul ayının 27 iyul ayının əvvəlləri ulu öndərimiz Heydər Əliyev fərman imzaladı ki, 1973-cü il təvəllüdləri, 74-cü il təvəllüdləri şəxslər ehtiyata buraxılsın. Həmin vaxt mən də digər əskər yoldaşlarım kimi ehtiyata buraxıldım. Buraxıldıqdan sonra bizim icra başçımız Sahib Əkbərov o vaxtı bizim döyüş yollarımızı bilirdi. Mənim xarakteriskamı hərbi hissədən yazıb icra hakimiyyətinə göndərmiş. Çünki ünvanımız dəqiq məlum deyildi. Çağırtdırdı ki, xidmət eləmək lazımdır. Dedim, baş üstə eləyərəm, mən xalqıma, dövlətimi, dövlətçiliyimi sevirəm, xalqımı sevirəm, mən xidmət eləyərəm. Kəlbəcər polisinə iyulun 27-ci ordudan təxris olmuşam. 96-cı ilin sentyabrın 20-si idi ya 15-i dəqiq yadımda deyil. Kəlbəcər rayon Daxili İşlər Nazirinin Kəlbəcər rayon polis şöbəsinə polis nəfəri kimi işə qəbul olunmuşam. Neçə il polis nəfər kimi işlədiniz və sonra akademiya oxudunuz da səhv eləmirəmsə? 2 il polis nəfəri işlədim. 1998-ci ildə rəisin təşəbbüsü ilə polis akademiyasına getmişəm, əyani qəbul olmuşam, 4 il oxumuşam. Polis akademiyasını əyani 4 il oxudum. 2002-ci ildə təyinatımı Mingəçevir şəhər polis şöbəsinə verdilər, sahə rəisi kimi. 2 il sahə rəisi işləmişəm Mingəçevir şəhərində. Mingəçevir şəhərində 2 il sahə rəisi işləyəndən sonra təqqatçı işləmişəm, təqqatçı keçmişəm, təyin olmuşam. 2008-ə qədər. 2008-ci ildən Cənab Nazirin əmri ilə Şəmkir rayon polis şöbəsinin Zəyan polis bölməsinin əməliyyat müvəkkili təyin olunmuşam. 2010-cu ildə Akstafa rayon polis şöbəsinin Köçməli polis bölməsinin baş əməliyyat müvəkkili təyin olunmuşam. 2013-cü ildə ailə vəziyyəti ilə bağlı Kəlbəcər rayon polis şöbəsinin baş təhqiqatçısı, Cənab Nazirin əmrinə baş təhqiqatçısı təyin olmuşam. 2014-dən baş müstəntiq Kəlbəcər rayon polis şöbəsində baş müstəntiq keçmişəm. 2015-ci ilin dekabr ayının 15-də yenə ailə vəziyyətimlə əlaqədar öz ərizəmə əsasən, öz razılığıma əsasən ehtiyata buraxılmışam, polis mayoruyam. Çox gözəl, çox gözəl. Bu qədər çətin yoldan sonra həyata baxışınız necə nədir, Əyyub müəllim? Sizi bu günə qədər gücünü saxlayan nədir? Həyata vətənimə sevgim, vətənimin sevgisi, xalqıma xidmət eləməyim. Mən şəxsən özüm fəxr eləyirəm ki,
Mən 18 yaşım tamam olandan vətənim üçün, xalqım üçün xidmət eləmişəm. Bu gün də xalqıma xidmət edirəm. Müəllim, Kəlbəcər işğaldan azad olandan sonra ilk hara getdiniz? Zahir müəllim, ilk öz doğma kəndimizə təbii ki, hər bir Kəlbəcərli kimi, hər bir Azərbaycanlı kimi Allah yenə deyirəm, bütün şəhidlərimizə rəhmət eləsin. Bütün şəhidlərimizə Allah rəhmət eləsin. Qazilərimizə can sağlığı versin, veteranlarımıza ömür versin. Allah ailə baş komandanımızı qorusun. Bilirsiniz, müharibə 2020-ci ilin müharibə sentyabr ayında 27-sinə müharibə başlayan zaman Zahir müəllim, artıq xalq ordunun yanındaydı. Dövlət başçımızın yanındaydı. Ancaq ailə baş komandamız o qədər gözəl siyasət apardı ki, bütün rayonlarımız işğaldan azad olundu. Çox şükür ki, alnımız artıq açıqdır. İlk dəfə qəbirstanlığa getmişəm. Oradan öz ata yurduma getmişəm. Baxmayaraq ki, Zahir müəllim, bəzi evlərdə ki, baxırdın ki, evlərdə bəzi daşlar var, burada ev yeri hiss olunur. Bizim evin yerində olmur. O demək olar ki, yox idi. Mən uşaqlıqdan o hisslər çox çətindir. İnsan üçün həm sevinçli, həm kədərli. Sevinçli o günü ki, öz torpağımıza, öz doğulduğumuz elimiz obamıza, öz yurdumuza qayıtdıq. Kədərli oydu ki, artıq ora atasız, anasız, valideynsiz qayıtmaq. Kədərli günlərimiz. Kəlbəcər deyəndə ilk gözünüzün qabağına nə gəlir? İlk gözümün qabağına Kəlbəcərin o gözəl təbiəti. Onun o gözəlliyi də o qışı çox bir cür gözəl olur. Payızı bir cür gözəldir, yazı bir cür gözəldir. Onların təbiətinin isti suyu, turş suları, sanatoriyası. Kəlbəcər Azərbaycanın hər yeri gözəldir. Mənim bir Mingəçevirdə işləyəndə bir rəis müavini vardı. Amerikaya biraz haşiyə çıxım. Amerikaya getmişdi. Amerikada çəkilişlər gəldi. Bu bir neçə ştatda olmuşdu da. Amerikanın bir hardasa 10 ştatına yaxın olmuşdu. Çəkilişlərə çağırdı, Qubadlıdan idi. Çağırdı məni, dedi Ələsgərov, gəl bura, gəldim. Dedi ki, demək olar ki, bəli, videoları göstərdi. Dedi ki, Ələsgərov, mən Amerikanın bir 20-yə yaxın ştatında oldum. Azərbaycanın bütün təbiətini gördüm, amma Kəlbəcəri görə bilmədim. Kəlbəcərin həqiqətən təbiət çox gözəldir. Bugünkü gənclərdə vətən sevgisini necə aşılamaq olar? Mən bugünkü gənclərdə çox şükürlər olsun ki, bizim Mübariz İbrahimov kimi, Anar Əliyev kimi və digər Polad Həşimov kimi generalımız, Allah qəni rəhmət eləsin. Bizim elə milli qəhrəmanlarımız var. İndiki gənclərimiz o milli qəhrəmanlarımızdan inan ki, Zahir müəllim, örnək götürür.
Mən gənclərimizə vətənpərvərlik, vətəni sevmək, vətənə sədaqət olmaq arzulayıram. Azərbaycanımız ən gözəl vətəndir. Gözəl vətənimiz var, gözəl rəhbərliyimiz var. Əyyub Ələsgərovun həyatını bir cümlə ilə necə izah edərsiniz? Uşaqlıq illərim çox gözəl keçir, Zaur müəllim, çox gözəl. Gənclik illərimin hərbidə olmuşam, vətənim üçün olmuşam, vətənimin müdafiəsinə qalmışam. Bizim o digər Azərbaycanlı oğlanları kimi. Həm çətin günlərim olub, həm yaxşı günlərim olub. Mənim vətənim üçün bu gündə nəsə olsa getməyə hazıram. Murovdan Ömər zirvəsindən dayanıb üzü Kəlbəcərə bir cümlə ilə nəsə demək istəsəniz, nə deyirsiniz? Allahıma şükürlər olsun Kəlbəcərim azaddır. Çox sağ olun gəldiyinizə görə. Təşəkkür edirəm Zaur müəllim, var olun. Sizə əziyyət verdik, təşəkkür edirəm sizə. Allah canınızı sağ eləsin. Sizin məskənin layihəsinə baxırıq, bəyənirik. Çox gözəl. Hər oğlun ürəyində o təpər yoxdur ki, keçmişdə olan o döyüşçüləri, şəhid ailələrini işıqlandırsın. Çox sağ olun, var olun. Təşəkkür edirəm sizə.